Sənədimizin görünüşü haqqında məlumatı, miqyası haqqında məlumatı, işçi vərəqdəki, məsələn, damadama görünüşü, tor xətlərini, axtarış pəncərəsi, sonra xəttkeşin göstərilməsi və itməsi üçün istifadə olunur şov əmrlər qrupundan, miqyas əmrlər, zoom əmrlər qrupundan miqyas haqqında məlumat verir, Windows əmrlər qrupundan isə pəncərələr, işçi vərəqin pəncərələrlə hansı üsluba sala bilirik onu və görünüş rejimləri ilə istifadə edirik. Biz yadınıza düşürsə, görünüş rejimləri haqqında ilkin anlayışı təqdim edirdik tapşırıqlar vəziyyət sətrindəki, daha doğrusu vəziyyət sətrindəki buradakı miqyasın yanındakı 3 dənə əmrdən. Dedik ki, 3 dənə əsas görünüş rejimimiz var. Read mode, print layout, web layout. Və View-da da bunu təyin ediblər, göstəriblər. View-da təkmilləşib 5 dənə qoyublar, outline, draft qoyublar. Read mode sənədin oxunuş görünüş rejimi idi. Sənəd üzərində heç bir redaktı işini aparmaq olmur, heç bir formatlama işi aparmaq olmur, xəttkeşləri ləğv edir, şaquli və üfüqi xəttkeşləri ləğv edir və sadəcə sənədi oxuya bilim deyə görünüş rejiminə gətirir. Əmrin üzərinə bir dəfə klik vursam, gəlib oxunuş görünüş rejimini aktiv edəcək. Yəni, mən bura durum nəsə yazım, mən bura durum məsələn hər hansı bir şəkil əlavə edim, xeyr. Bunu burada görməyəcəm. Pəncərəni sadəcə idarə edə bilim deyə, sağa sola çevirim deyə belə bir düyməciklər əlavə edir. Mən sənədimin adını burada görürəm, yəni sənədin adını özündə saxlayır, oxunuş görünüş rejimi və mən əgər ki, əvvəlki görünüş rejiminə print layout-a qayıtmaq istəyirəmsə, mən gəlib aşağıdan print layout deyəcəm. Və yaxud da ki, bu fayl menüsü da nədir? Gəlin bunu izləyəlim. Yadda saxla, başqa addan başqa yadda saxla, ona icazə verir. Tools mənə icazə verir ki, söz tapım, internet üzərindən söz tapım, hər hansı bir sözü tərcümə edim, buna icazə verir. View mənə deyir ki, edit dokument deyir, sənədi redakt edə bilim deyir. Naviqasiya paneli axtarış pəncərəsini gətirir. Show comments, əgər biri bu sənəddə mən oxuma rejimində açmışamsa, kommenti varsa onu göstərir. Bu tamamilə, görürsünüzmü, sütunlara ayırır. Vərəqin rəngini təyin edə bilərsiniz. Vərəqin istiqamətini təyin edə bilərsiniz. Edit dokument də deyib, mən keçəcəm print layout-a. Yəni, sənədi redakt edə bilməm üçün print layout-a keçəcəm. Print layout isə nədir? Artıq biz bunu bilirik, dəfələrlə danışmışıq. Sənədin standart görünüş rejimidir. Yəni, printdən bizə print zamanı əldə etdiyimiz görünüş rejimidir. Print layout-u mən, burada mən printlə neysə bu izah eləmişəm burada. İstiqaməti baxımından print layout demişəm, yəqin neysə elə bir şey xatırladım. Buna görə gəldim bu link tabına. Print layout-u mən həm də fayl menüsündən printə keçəndə mənə istiqamət baxımından, oradan yadıma düşdü. Məsələn, burada portret deyirdim, standart görünüş rejimini həmişə izah eləyəndə deyirdik ki, print layout orientasiyadan isə portret orientasiyası sənədin standart görünüş rejimi idi. Web layout isə geniş görünüş rejimidir. Bu web layout-u elə bilirlər ki, sənəd haqqında məlumatı gedir internetdə açır. Və yadımızda saxlayaq ki, üzr istəyirəm, print layout-da sənədin üfüqi və şaquli xəttkeşləri görsənir. Sənəd üzərində redaktə və formatlama iş yapara bilirəm. Web layout isə sənədin ümumi görünüş rejimidir. Bir dəqiqə bunu izah eləməmişdən əvvəl sənədə bir dənə obyekt əlavə etmək istəyirəm. Yəni, obyektlərin görünüş rejimində görünməsi var, itməsi var. Məsələn, mən sənədə əlavə etdiyim görünüş rejimini View link tabının read moduna daxil olanda sənəddəki həmin bu obyekt varsa, onu read modda görürəm. Bunu yadımızda saxlayaq. Xəttkeşləri isə görürsünüz, üfüqi şaquli xəttkeşi sənəddə görmürəm. Amma sənəddəki obyekti görə bilirəm. Print layout-da həm üfüqi xəttkeşi görürəm, həm bu üfüqi xəttkeşdir, bu şaquli xəttkeşdir.
həm də sənəddəki obyekti görə bilirəm. Sənəd üzərində redaktə və formatlama işi apara bilirəm. Web layoutda isə gəlin bir dəfə klikləyək. Web layout geniş görünüş rejimidir. Sənədimizi ümumiyyətlə çoxu deyir miqyası böyüdür, çoxu deyir vərəqi böyüdür, çoxu deyir vərəqin istiqamətini dəyişir. Heç bir şey olmur. Sadəcə tam ekran geniş görünüş rejimində mən bu sənədi bu formatda print eləsəm, A4 formatında print layoutda çıxacaq. Yəni bu formatda çıxmayacaq. Bu enli yazıda çıxmayacaq. Buna niyə web layout deyirlər? Web geniş World Wide Web var proqramlaşdırma dilində geniş web sayt deyirik, geniş saytdır, izah baxımından belə gəlir. Məsələn, hər hansı bir məlumata daxil olanda biz məlumata daxil olmuşuq web sayt üzərindən də. Əlbəttə ki, buradakı yazılmış yazıları da web görünüş rejimində görəcəyik. Məsələn, bu məlumata daxil olsam, indi görək bunun görünüş rejimi necə olacaq. Məsələn, bunun görünüş rejimi tam açılsın mətin. Buna bir görünüş rejimi adı vermək lazımdır. Əlbəttə ki, web verəcəkdir, genişdir, tam ekrandır. Web görünüş rejimidir, internet üzərindən açılan mətnlər. Və burada da geniş görünüş rejimi olduğuna görə gəlib bunun adını web görünüş rejimi qoyublar və dedik ki, üfüqi xəttkeşi özündə saxlayır, əlavə etdiyimiz obyekti özündə saxlayır və mən bu sənəd üzərində redaktə formatlama işi edə bilirəm və baxın, redaktə işi budur. Gəlib hər hansı bir rəng verirsinizsə, hər hansı bir məsələn şrift dəyişirsinizsə, bu üzə formatlama. Yəni bu prosesləri mən web layoutda geniş şəkildə istifadə edə bilirəm. Outline nədir? Bir dəfə klikləyək, baxaq görək outline nədir? Outline görünüş rejimi bizə belə bir görünüş rejimini təqdim edir. Show text formatting, məsələn, show text list formasında sətirlərinə əlavə edir belə bir butonları. Siz o butonlarla bu sətirləri rahatlıqla seçə bilərsiniz. Sənədinizə şəkil əlavə etdiniz, obyekt əlavə etdinizdə bayaqlar, düzdürmü? Burada bir günəş vardır. Onu sənəddə göstərmədi. Cümlə-cümlə ayırır, göstərir sənədləri. Obyekti sənəddən outline görünüş rejimində obyektlər sənəddə görsənmir. Obyekt dediyim şəkildir, cədvəldir, obyekt dediyim fiqurdur, obyekt dediyim diaqramdır, smart artdır. Bunları görmürük. Sənəd üzərində redaktə işini asanlıqla apara bilirik. Məsələn, qızarda bilirəm. Sənəd üzərində redaktə işi yaza bilirəm. Formatlama işi, məsəl üçün, gəlirəm buradan effekt təqdim edə bilirəm. Və bu görünüş rejimindən də çıxmaq üçün View-dan siz deyəcəksiniz ki, print layout standart görünüş rejiminə gətirəcək. Və bizim burada bir dənə günəşimiz var idi. Aha, buradadır günəş. Onu da qaytarır geri. Və yadınızda da saxlayın ki, outline görünüş rejimində sənəddəki üfüqi və şaquli xəttkeşləri aradan götürür, göstərmir. Gəldik draft görünüş rejiminə. Draft isə qaralama görünüş rejimidir. Bir dəfə klikləyəcəm, açacaq belə bir pəncərəni. Abzas düzür. Görürsünüzmü? Abzas sözlərinizi ayırıb. Sadəcə üfüqi xəttkeşi görə bilirəm. Və sənədə əlavə etdiyim o obyekt görsənmir. Draft qaralama görünüş rejimidir. Məsələn, bu abzaslar üzərində rahat qaralama işlərini, redaktə formatla işlərini görmək üçün belə bir görünüş rejimini təqdim edir. Print isə dedik ki, bizim standart görünüş rejimimizdir. Aydındırmı? Views tabından da bura qədər görünüş rejimləri haqqında məlumat verir. Aydındır izah etdiklərim görünüş rejimləri haqqında. Bəli. Vertikal nədir? Site to site nədir? Vertikal bu sonradan gəlib, siz kompüterinizdə bunu görməyə bilərsiniz. Vertikal yəni hal-hazırdakı sənədin görünüşüdür. Vertikal formadadır. Site to site isə bilirsiniz, site to site-da bax bu view site və site əmri kimidir. Oranı izah eləyəndə mən sizə onu göstərəcəm. Gəldi show əmrlər qrupuna. Show əmrlər qrupunda ruler, grid lines, naviqasiya panel əmrləri bu əmrlər qrupuna daxildir. Ruler xəttkeş deməkdir. Sənədimizdəki
İki cür xəttkeş olur. Üfüqi xəttkeş, bax bu yuxarıdakı üfüqi, aşağıdakı da şaqilidir. Sizə sual versələr ki, xəttkeşin mahiyyəti nədir? Kənar boşluqlarını təyin edirəm. Kənar abzasını, məsələn, buradakı bu abzasını tuturam, sürüşdürürəm. Birinci abzasın sol boşluq, sağ boşluğunu təyin edirəm. Gəldim burada yenə sətri təyin edirəm. Görürsün, abzas təyin edirəm. Məsələn, gəldim buradan. İkinci abzasın yerini təyin edirəm. Birinci abzasın ikinci sətrini və boşluqlarını təyin etmiş oluram. Üstünə də gəlib bir dəfə klikləyəndə xəttkeşin bu balaca qaranı burada görürsünüz. Bu qara sizə kursorunuzun yerini dəyişməyə kömək eləyəcək. Yəni, sənədəki sağ-sol boşluğu hansı ki, HomeLink tabının paragrafına oxşar əmrləri icra edə biləsiniz deyə sizə gətirib elə bir kömək üçün sahəni yaradır. İkinci olur, üfüqi və şaqili xəttkeş olur. Əlavə edirik ruldan. Rul əmri bizim sənədimizə üfüqi və xəttkeşləri əlavə etmək üçün istifadə olunur. Və bir dəfə klikləyəcəm, xəttkeşi götürəcək, bir dəfə klikləyəcəm, xəttkeşi əlavə edəcək. Və ən çox istifadə olunan suallardan biridir ki, xəttkeşi sənədə hansı lent tabından əlavə edirik? View-dan. View lent tabından sənədə xəttkeş əlavə etmiş oluruq. Grid lines isə gəldik tor xətlərdir. Sənədə tor xətləri əlavə edəcək. Yəni, damadama formatında göstərəcək. Riyaziyyat vərəqi formatında göstərəcək. Əlbəttə ki, sənəddə bunu belə çapa verəndə bu damadamanı da siz öz vərəqinizdə görəcəksiniz. Gəldik naviqasiya panelinə, axtarış pəncərəsidir. Biz axtarış pəncərəsini HomeLink tabının Find-ından da görürdük. Klaviatura qısa yol olaraq Ctrl F-dən də görürdük. Və burada sənədin vəziyyət sətrindəki Page 1 of 1 hissəsindən də görürdük ki, bizim sənədimizə axtarış pəncərəsi gətirdi. View lent tabında naviqasiya paneli axtarış pəncərəsini sizin üçün aktiv edəcək. İstədiyiniz bir sözü də, məsələn, mən to yazıram. Sözü, kəlməni, simvolu görə bilərsiniz. Gəldik, burada aydındırsa keçək zoom lent tabına. Başa düşdük bu shows əmrlər qrupunun 3 dənə əmrini. Bəli. Keçdik zooma. Zoom isə işçi vərəqin miqyası haqqında bizə məlumat verir. Biz demişdik ki, burada da öyrənirik. Vəziyyət sətrində zoom haqqında plus, minus artırır, azaldır. Oxla da təyin edə bilirəm. Standart 100-dür, ən aşağısı 10-dur, ən böyüyü isə 500-dür. Demişdik bunu, dəfələrlə demişik. Və view əmrlər qrupundakı, zoom əmrlər qrupunun içərisindəki əmrlərə nəzər yetirək. Zoom adlanan əmrin üzərinə bir dəfə klik vuranda bizə belə bir dialoq pəncərəsini aktiv edir. Aktiv etdiyi dialoq pəncərəsi biraz qarışıq, çox görünə bilər. Amma tamamilə işçi vərəqin miqyasını təyin edir. Text viz deyirəm, bir dəfə klikləyirəm, işçi vərəqdəki tekstin zoom eləyir. File page deyirəm, bütün sənədin, məsələn, zoom eləyir 45 ölçüsünə gətirir. Page viz deyirəm, miqyası görürsünüzmü, 159-a gətirir. Məsələn, 200 deyirəm, işçi vərəqin miqyasını 200-ə gətirir. 75 deyirəm, 75 miqyasa gətirir. Məsələn, 100 deyirəm, 100 miqyasda bunu görəcəm. Text viz deyək, məsələn, gəlib təsdiq edəndə bizə görürsünüzmü, işçi vərəqin miqyasını tam ekran boyu göstərdi və işçi vərəqin miqyasında elədi 45. Mən gəlib bu 100-ün üzərinə bir dəfə klikləsəm, fikir verdik, bir dəfə klik, işçi vərəqin miqyasını 100-ə gətirəcək. Məsələn, siz gəlmişsiniz, burada 100-ü tənzimləyə bilmirsiniz. Belə eləyirsiniz 140 olur, belə eləyirsiniz 87 olur. Tam 100-ə gətirmək üçün bir dəfə klik, işçi vərəqin view lent tabındakı əlbəttə ki 100 işarəsi ilə göstərilmiş. Zoom əmri bizə bir dəfə klik, işçi vərəqin miqyasını 100-ə gətirəcək. Gəldik, one page isə işçi vərəqin miqyasını elə edir ki, mən o işçi vərəqi bir ekranda görə bilirəm. Bir dəfə klik, bir ekran boyu, bir işçi sahə boyu bir dəfə görürəm. Multi-page isə çox səviyyəli miqyas görünüş rejimi deməkdir. Miqyası çox səviyyəli eləyir. Məsələn, bir dəfə klik vuracam, vərəqlərim var, vərəqlərimi ekran boyu belə
nizamlayıb göstərəcək. Multi-page'dir. Məsələn, günəş olan bir dənə, o günəş olan vərəqə gələk. Gəldik günəş olan vərəqdə kursor dayandı. Page with isə mənim kursor dayanan vərəqimin miqyasını böyüdəcək. Təqdim ediblər sizə vərəq. Buradan şəkil diqqətinizi çəkdi. Böyütmək üçün həmin vərəqi, şəkil olan vərəqdə kursoru saxladınız. Page with deyirəm, bir dəfə eləməyim. Kifayətdir ki, işçi vərəqimi mənim tam ekrana gətirsin və işçi vərəqin miqyasını, biz demişdik həmişə standart 100'dür, amma bu 159'a gətirdi. Başa düşdü işçi vərəqin miqyası haqqında əmrləri. Bəli, müəllim. Bəli, başa düşdüksə, Səkinə xanım, başa düşürsünüz? Bəli, müəllimə, bəli. Gəldik, deməli, bunu da 100 edirəm. Aha, 100'ə gəldi. Windows əmrlər qrupu içərisindəki bu switch window əmri də var. Bu bizə nə deyir? İşçi vərəqdəki açdığım pəncərələr, aktiv pəncərələr, hal-hazırki sənədin pəncərələri üzərində əmrlər icra edir. New window mənə nə deyir? Məsələn, bu sənəd var. Tutalım bu sənədin. Hazırki aktiv sənəddən birini daha yenidən açır. Məsələn, bura yazmışam. Gəlin bunun əvvəlin qırmızılıyım. Tam başa düşək. Belə bir sənədim var. Açdığım bu sənədi, məsələn, home'dan bunu qırmızılayaq. Məsələn, aktiv sənəddir, kursor dayanan aktiv sənədi. Yeni pəncərədə yenidən açacaq. Gözləyirəm. Və açdı, görürsünüzmü? Bura 2 qeyd edib. Mahiyyəti budur. İşlədiyim üstündəki sənədi birindən yeni açır. Açdı, bura 3 yazıldı. Sonra arrange ol isə hal-hazırda tapşırıqlar sətrinə bozdu və bir neçə dənə vərəq görürəm arxada. Üstünə klikləsəm açılacaq pəncərədə deyir aktiv sənədlərimdir. Bağlamamışam. Tapşırıqlar sətrində deyirəm ki, gözlə məni. Arrange ol bizə deyəcək ki, həmin o aktiv sənədlər var. Həmin o aktiv sənədləri bir ekranda göstər və göstərəcək. İstədiyimiz sənədi də keçid edə bilirik. İstədiyimiz sənədin üzərində də redaktör işini apara bilirik. Bu sənədin indi böyütmək istəyirəmsə, kursoru yerləşdirdim sənədə. Bir dəfə klik deyəcəm, onu bir ekran boyu böyüdəcək sənədimi. Lazım olan sənədi, yəni. Split isə mənim sənədimi 2 hissəyə bölür. Məsələn, nəyə görə istifadə edə bilərik onu? Əvvəldən bir dənə tutalım, deyirəm ki, buradakı abzaslı eynisini, məsələn, gedib 20 vərəq sonraya köçürmək lazımdır. Onun üçün istifadə oluna bilər. Split deyirəm, mənə belə bir təqdim edir nəyi? İkinci bir eyni vərəqdən ikinci birini, yəni sənədi 2-yə bölür. Hansı ki, split table keçmişdik, yadınıza düşürsə. Həmin əmirdir. Məsələn, buradan baxıb bura köçürürəm. Başlayıram oradan baxıram, köçürürəm bura. Belə. Yəni, burada nə dəyişiklik yaparmışamsa, o birisi sənəddə də eyni dəyişiklik yaparır. Review'dan original head, tracking change aktivdir. Onu ləğv edir. Yəni, hal-hazırki sənədi 2-yə bölüm deyə istifadə olunur. Bunun üçün istifadə olunan əmirdir. Split table əmrində ləğv etmək üçün remove split table deyəcəksiniz. Bir dəfə klik vuranda sizə o sənəddəki bölünməni ləğv edəcək. View'dan view side by side nədir? Burada bu pəncərəni bağlayaq. Bu nədir belə aktiv olan ki, pəncərəni gətirib burada göstərir. Qəbul eləmirik. Aha. View link tabına getdik ki, view side by side. View side by side o deməkdir ki, bir dəfə klikləyirəm. Mənə görmək istədiyim sənədi,
Yəni hal-hazırda dokument 1-i görürəm də, düzdürmü? Məsələn, mən dokument 1 ilə yanaşı hal-hazırda bu deyə bilərsiniz, buradakılar nədir? Burada aktiv olan sənədlərdir. Tapşırıqlar sətrində aktiv olan sənədlərdir. Birini götürəcəm. Gəlib təsdiq edəndə mənə 2 dənə sənədimi, həmin məsələn dokument 1-i və bayaqlar açdığım sənədimi yan-yana göstərir. Compare bənzəyir. Biri dostunuzun sənədi olsun, biri sizin sənədiniz olsun. 2 sənədə birdən baxış edə bilməyiniz üçün istifadə olunur. Belə bunun üçün istifadə olunur. Burada vertikal hissəsi var. Bu vertikal sinxron, daha doğrusu sinxron nədir? Məsələn, burada mən bunu sürüşdürürəmsə, o birisi vərəqdə sürüşəcək. Və görürsünüzmü, ikisini də eyni anda hərəkət elətdirə bilirəm. Səbəbi isə burada sinxron hərəkət eləmə əmri aktivdir. Aktiv əmrdir. Aktiv etmişəm və mən bunu sürüşdürsəm eyni sürüşdürəcək. Yəni sinxron hərəkətlə bağlı olan bir şeydir. Eyni hərəkət eləyəcək. 3-cü səhifəyə gedirəmsə, bu da 3-cü səhifəyə gedəcək. Bu deməkdir. Və burada var növbəti əmr rest window position. Heç nə, pəncərənin pozisiyasını bərpa edəcək. Mahiyyəti budur. Bir dəfə klikləyəcəksiniz və pəncərənin gözləyək. Görünüşünü, vəziyyətini bərpa edəcək. O tərəf donur. Restore position. Klikləyəcəm pozisiyasına. Donur qalır. Şimdi burada birinci view saytı çıxar. Dedik ki, reset window position pozisiyanı əvvəlki formata qaytarır. Qaytarmadı məndə. Gələk buradan da Windows'dan site to site falan bağlayaq, qaytarsın. View site to site deyirəm. Qaytardı. Məsələn, bu görürsünüzmü? Passiv oldu bu əmr. Bayaqlar aktivdir. Bu 2 əmr aktiv olanda və view site by site əmri aktiv olanda bu 2 əmr aktiv olur. Switch window nədir? Məsələn, mən gələm buradan açıq sənədlərimə baxıram. İstədiyim sənədə bir dəfə klikləyib keçid edə bilirəm. Bu da Viewlet tabındakı Windows əmrlər qrupu içərisindəki switch window əmrdir. Sizə onu deyir ki, aktiv sənədlərinizə keçidi təmin edin. Hansı sənədi istəyirsənsə onu keçidi təmin edə bilərsən. Bunun üçün sizə şərait yaradır və hansı ki tapşırıqlar sətrindəki sənəd adlardır. Gətirib switch windowda bunu sizə təqdim edib, göstərib. Pəncərələr əmrlər qrupu da aydın oldu. Window əmrlər qrupu da aydın oldu sizə, xanımlar. Biraz ancaq çətindir. Çətin gələ bilər. Təzə izah eləmişəm. Bu pəncərələr çətin gələ bilər. Tərəf yox məncə. Makrosa keçək, video qeydi də baxarıq, təkmilləşərik. Makros bizə nə deyir? Makros bizə onu deyir ki, məsələn, yeni bir buton yarat. Buton nədir? Məsələn, Ctrl-A bizə klaviatura kombinasiyası yarat daha doğrusu. Ctrl-A bizdə bir seçmə əmridir də, düzdürmü? Ctrl-B seçilmiş mətn hissəsini qalınlaşdırır. Ctrl-F axtarış edir. Özünün ayrı-ayrı var. Bu mənə icazə verir ki, sən makros əmri. İcazə verir ki, özünə aid olan buton yarat. Qısa yol yarat. Və mən bu yaratdığım qısa yol el olmalıdır ki, bu heç Word-də istifadə olunmasın. Gəlin baxaq. Mən birinci klik dedim, View makros deyirəm. Bir dəfə, daha doğrusu rekord deyirəm. Rekord makros deyib öz klaviaturamı yarada bilim deyə.
imkan sağlayıram. Rekord makros deyirəm. Mənə açır belə bir pəncərəni. Mən deyirəm ki, klaviatura qısa yol yaradıram. Yaratdığım klaviatura qısa yolu açıldı belə bir pəncərə. Məsələn, deyirəm ki, olsun alt ardıca C. Gəlirəm mən close deyirəm. Qeyd eləyir. Tutalım mən mətni seçdim. Qaraltdım, əydim, altından xətt çəkdim. Alt Ctrl C oldu mənim bu prosesim. Yerləşdirdim. Yazdı onu. Öz üçün qeyd etdi. Stop deyirəm. Onu əlavə etdi. İndi mən seçib alt Ctrl C desəm, mən məsələn bayaqki əmrim mənim nədir? Altından xətt çəkmişdim, qaraltmışdım, əymişdim. Alt Ctrl C onu mənə verəcək. Yəqin ki, bu bəzən olmadı. Yenə həmişəki kimi o bəzənlər olur. Alt Ctrl C-nin yəqin ki makro 2. 2-ni deyim. Məsələn, burada mən demişdim ki, görək. Bu lazım deyil bizə. Gəlin bir də yoxlayaq. Yoxca report passivdir. Yoxlaya bilmərik. 6C. Gətirmədim. Bayaqları mən yoxlamışdım. Məsələn, 6T yazsaq, daha doğrusu 6F. O gətirəcək, qalınlaşdıracaq. Qısa yol var, 6F ilə, 6C ilə də var ki, yəqin onu gətirir. 6F. Varmış. Xanımlar, mən bunu ayrıcana video kimi sizə göndərsəm olar. Olar mənim. Olar müəllimə. Bunu ayrıcana video kimi çəkib göndərərəm. Tətbiq eləyə bilmədim, göstərmir. Bu da belə. Dərsimiz də bura qədər idi. Yeni dərsimiz.